Aha. Hər kəs burada. Başladıq. Deməli, bugün başlayırıq sinir sistemi. Ümumiyyətcə, uşaqlar, biz bilirik ki, ekran görünür də hər kəsdə. Bəli. İnsan orqanizminin işi 2 yolla tənzimlənir. Sinir, bir də nə deyəcəyik, humoral yolla. Bir şey yadınızda saxlayın ki, əsas nəyi? Sinir sistemi yalnız heyvanlar aləminə məxsusdur. Yəni, bitkilərdir, göbələklərdir, bakteriyalardır, ümumiyyətcə bunlarda sinir sistemi olmur. Amma sinir sistemindən fərqli olaraq endokrin sistemə, dedik axı, insan orqanizminin işi 2 yolla tənzimlənir. Sinir və humoral. Humoral nə idi? Keçəcəyik. Endokrin sistemimizdə xüsusi vəzlər hormonlar ifraz olunur ki, xüsusi vəzlərdə, daxili sekresiya vəzlərində həmin o hormonlar da orqanizmin işini neynir? Tənzimləyir. Sinir sistemi yalnız heyvanlar aləmi üçün xasdır, amma endokrin sistem heyvanlarla yanaşı, bax bunu xüsusi qeyd edirsiniz bir kənara, sinir sisteminə heyvanlarla yanaşı bitkilərdə və belə endokrin sistemə üzrü sayın heyvanlarla yanaşı bitkilər və göbələklər aləmində də rast gəlirik. Gəldik indi sinir sisteminin təkamülü ilk olaraq. Uşaqlar, biz heyvanları sizlə keçirib bitirmişik, düzdürmü? İlk olaraq sinir hüceyrəsi harda yaranmışdı? Bağırsaq boşluqlarda. Biz bağırsaq boşluqlara qədər hətta bir hüceyrələrin qıcığa cavab verməsini taksis adlandırmışdıq. Çünki onlarda sinir hüceyrələri yox idi, amma bağırsaq boşluqlarda ilk dəfə sinir hüceyrələri yarandı və onların qıcığa cavab verməsi refleks, 3 mərhələli refleks deyirdik, yarandı bağırsaq boşluqlarda. Və bunlarda sinir sistemi, deməli, sinir hüceyrələri, uzun çıxıntılara malik olan sinir hüceyrələri tor şəkilli sinir sistemini əmələ gətirirdi. Sonda yastı qurdlarda sütunvari sinir sistemi, həmçinin sap qurdlarda da sütunvari sinir sistemi. Sütunvari sinir sistemi necə idi? 2 dənə sinir düyünü olurdu, sinir sütunu olurdu. Bir də bu sütunlar arasında atmalar olurdu. Sonda düyünlü sinir sistemi. Düyünlü sinir sistemi nələrdə demişdik uşaqlar, yadımıza salaq. Heyvanları keçəndə həlqəvi qurdlardır, malyusklardır, buğumayaqlardır. Burada necə deyirdik? Deyirdik ki, udlaq üstü sinir düyünü, udlaq altı sinir düyünü, udlaq ətrafı sinir halqası, qarın sinir zənciri, bunu da düyünlü sinir sistemində deyirdik. Və borlu sinir sistemi. Borlu sinir sistemini də biz aid etdik nəyə? Xordallara. Gələk indi nəyə? Gələk indi deməli, sinir sisteminin əhəmiyyəti. Sinir sisteminin əhəmiyyəti deyirik ki, orqanizmin işini tənzimləyir. Biz dedik ki, orqanizmin işi 2 yolla tənzimlənir, sinir və humoral. Ətraf mühitlə əlaqə yaradır, orqanlar arasında əlaqə yaradır və ali sinir fəaliyyətini həyata keçirir. Ali sinir fəaliyyəti də bilirik ki, insanın davranışını təşkil edən bütün sinir prosesləri nə adlanır? Ali sinir fəaliyyəti adlanır deyəcəyik. Gəldik indi nəyə? Gəldik indi sinir toxuması. Sinir toxuması biz deyirik ki, ümumiyyətcə insan orqanizmində 4 qrup toxuma var idi. Bunlardan biri də sinir toxuması idi və sinir toxuması yeganə toxuma qrupu idi ki, burada biz növlərə bölmürdük. Elə bir qrup, bir növ. Bax, bəzən uşaqlar nəyi çaşdırırlar? Sinir toxuması 2 növ hüceyrədən təşkil olunub, o heç. Amma toxumanın özü bir növdür. Toxumanın özü bir növdür. Məsəl üçün, birləşdirici toxumanı deyəndə deyirdik ki, maye birləşdirici, boş birləşdirici, yumşaq birləşdirici. Amma sinir toxuması bir qrup, bir növdür. Bu bir növ sinir toxuması özü toxuma hüceyrələrdən təşkil olunub da 2 növ hüceyrədən ibarətdir. Hansıdır bu hüceyrələr? Peyk hüceyrələri və neyronlar. Neyronlar impulsların ötürülməsində iştirak edən hüceyrələrdir. Deməli, neyronlar neynir uşaqlar? İmpulsların ötürülməsində iştirak edən hüceyrələrə neyronlar deyirik. Peyk hüceyrələri
impulsların ötürülməsində iştirak etmirlər. Yaxşı, bəs peyk hüceyrələrinin funksiyası nədir? Peyk hüceyrələri impulsların ötürülməsində iştirak etmir, sadəcə neyronların ətrafında yerləşərək dayaq, müdafiə, qidalanma funksiyasını yerinə yetirir deyəcəyik. Və sinir toxuması bərabərdir neyron hüceyrələri üstə gələk peyk hüceyrələri. Uşaqlar, yadınızda saxlayın. Peyk hüceyrələrinin sayı neyronun sayından 10 dəfə çoxdur. Onda biz x dənə neyron götürsək, 10x dənə peyk hüceyrəsi olacaq. Onda sinir toxuması 11x-dan ibarət olacaq. Əgər sizə sinir toxuması verilib, məsələn, deyir ki, sinir toxuması 1100 hüceyrədən ibarətdir. Neyronu tapın. Uşaqlar, biz sinir toxumasını nə ilə işarələdik? 11x-dan. Bunun x-i neyron, bax, sinir toxuması 11x-dır. Bu 11x-in x-i neyronun payına düşür, 10x-i isə peyk hüceyrələrinin payına düşür deyirik. Əgər sizə sinir toxuması verilib, neyronu tap deyərsə, onda sinir toxumasını bölürsüz 11-ə. Çünki, məsələn, sinir toxuması 11x-dir, neyron x-dir. 11x-dan x-i necə tapa bilərik? 11x-i 11-ə böləndə bizə nə verəcək? X verəcək. Yəni, burada sizin üçün düsturlar yazın. Bu düsturları qeyd eləyin özünüz üçün. Məsələ həllərində lazım olacaq. Sinir toxuması bölünsün 11x-a bərabərdir neyron. Yəni, sizə sinir toxumasının ümumi hüceyrələri verilib. Neyronu və yaxud da ki, aksonu tap desə və ya sinir impulslarının ötürülməsində iştirak edən hüceyrələri tap desə, çünki sinir impulsunun ötürülməsində iştirak edən hüceyrə deyəndə elə neyron nəzərdə tutulur. Sinir toxumasını böləcəyik 11x-a. Sinir toxuması bölünsün 11x, vurulsun 10. Bu da bizə nə verir uşaqlar? Peyk hüceyrələrinin sayını verir deyirik. Bunu peyk hüceyrələri də deyə bilər və yaxud da ki, tutaq sinir toxumasının ümumi hüceyrəsini verib sizə impulsun ötürülməsində iştirak etməyən hüceyrə kimi də verə bilər və ya sizə başqa cür nə deyər bunu? Neyronların qidalanmasında rol oynayan hüceyrə. Bu ad altında da verə bilər. Uşaqlar, gəlin indi neyronun quruluşuna baxaq. Neyron hansı hissələrdən ibarətdir? Neyron özü 3 hissədən ibarətdir. Dendritdən, dendriyon ağac deməkdir. Qısa çıxıntılar dendritdən, cisimdən, bu hissəsi cisimdir. Cisimdə nüvə yerləşir, orqanoid yerləşir. Yəni, hüceyrənin strukturları və uzun çıxıntı aksondan ibarətdir. Uzun çıxıntı olan aksondan ibarətdir deyəcəyik. Deməli, neyron özü neçə hissədən ibarətdir? 3 hissədən ibarətdir. Dendritdən, cisimdən, aksondan. Amma peyk hüceyrələri, uşaqlar, bura yazıram bir tərəfə, tutaq neyron. Neyron dedik ki, qısa çıxıntılar dendritdən, cisimdən, bir də uzun çıxıntı aksondan ibarətdir. Görsünüz, bir neyronun bir aksonu var. Aksonun sayı neyronun sayına bərabərdir. Amma peyk hüceyrələrin yalnız cismi var. Yəni, onun çıxıntıları, qısa və uzun çıxıntısı, dendriti və aksonu yoxdur. Ona görə biz deyəcəyik ki, neyron sinir impulslarının ötürülməsində iştirak edir, amma peyk hüceyrələri çıxıntıları olmadığı üçün impulsların ötürülməsində iştirak etmir. Uşaqlar, yadda saxlayın. Neyron da sinir hüceyrəsidir, peyk hüceyrəsidir və sinir hüceyrələri bir nüvəlidir. Çünki biz keçən dəfə keçəndə dedik ki, hansı hüceyrələri çox nüvəli götürmüşdük? Gəlin yadımıza salaq. Qaraciyər, sümük iliydi, bir də əzələri, hətta birləşdirici toxumanı da dedim götürün. Bunları nə götürürük? Çox nüvəli götürürük. Amma sinir hüceyrələri bir nüvəlidir
və bir nüvəlidirsə, sinir hüceyrələri bir nüvəlidirsə, deməli bunların nüvə özü də cismində yerləşir. Bir nüvəsində fərqi yoxdur, istər neyronun olsun, istər peyk hüceyrəsinin olsun, bir nüvəsində neçə dənə xromosom var? 46 dənə xromosom var. Bunun 44-ü atasom, ikisi nədir? Cinsi xromosom. Qadında XX, kişidə XY. Məsələn, tutaq sizə deyir ki, belə deyək ki, peyk hüceyrələrinin sayını sizə verib 100, düzdürmü? Deyir, ümumi sinir toxumasında olan xromosomların sayını tapın. Deməli, 100 dənə peyk hüceyrəsi verilibsə, bundan 10 dəfə də az. Çünki biz dedik ki, peyk hüceyrələri, bax bunu da yazın, peyk hüceyrələri bərabərdir, neyron vurulsun nəyə? 10-a. Və buradan da görürük ki, neyronun sayı peyk hüceyrələrin sayından 10 dəfə azdır. Tutaq 100 dənə peyk hüceyrələri verilibsə, deməli 10 dənə də neyron var. Onda bu sinir toxuması ümumi 110 hüceyrədən ibarətdir. Hər hüceyrə bir nüvəlidir. Hər hüceyrənin bir nüvəsində də 46 xromosom var. Deməli, bu zaman siz neyniyəsiz? 46-nı vurasınız 110-a. Desəydim ki, atasom xromosomlarının sayı, onda 46-nı vuracaqdınız neçəyə? 44-ə. Yox, əgər desəydim ki, cinsiyyət xromosomları, onda siz deməli, atasom desəm 44-ü 110-a vuracaqdınız, cinsiyyət xromosomu desəm 2-ni 110-a vurasınız. Belə bir şeydə incəliyinə qədər gedə bilər. Məsələn, deyək bilər ki, sinir toxumasında 110 hüceyrəsi olan qadında neçə X cinsiyyət xromosomu var? 110-u 2-yə vururuq. Amma kişidə 1X, 1Y var. Bir hüceyrədə 1X, 1Y var. 110 hüceyrədə 110X, 110Y. Elə bir kişinin də cinsiyyət xromosomu 110-u 2-yə vururuq, 220-dir. Amma bu 220-nin 110-u X-dır, 110-u nədir uşaqlar? Y götürəcəyik. Aydın oldu uşaqlar, bax bunu da necə gedirik? Məsələ həllərini. Sonda deyəcəyik ki, biz dedik ki, neyron özü 3 hissədən ibarətdir. Dendrit, cisim, akson. Cisim heç, dedik cisimdə nüvə var, orqanoidlər var, hətta peyk hüceyrəsində cismində nüvə, orqanoidlər falan yerləşir. Gəldik indi nəyə? Dendritlər və akson hansı funksiyanı yerinə yetirir? Həmçinin uşaqlar, indi biz neyronun növlərini keçəcəyik, 3 növünü. Hissi, hərəki, ara neyron. Və hissi neyronun cisimləri sinir düyünlərinin əmələ gəlməsində iştirak edir. Və neyronların cisimləri və qısa çıxıntıları, dendritləri boz maddənin əmələ gəlməsində iştirak edir. Aksonları isə ağ maddənin əmələ gəlməsində iştirak edir deyəcəyik. Gəldik indi baxın burada neyronla peyk hüceyrəsinin fərqini mən özüm sizə saydım. Sinir hüceyrələri deyəndə neyron nəzərdə tutulur uşaqlar. Peyk hüceyrələri də bilirik. Sinir hüceyrələri neyron adlanır. Neyron qıcığı qəbul edir, ötürülməsində iştirak edir. Peyk hüceyrələri neyron, dendrit, cisim, aksondan ibarətdir. Peyk hüceyrələri isə neyronların ətrafında yerləşib dayaq, müdafiə, qidalanma funksiyasını yerinə yetirir. Dendriti və aksonu yoxdur, sadəcə cismi var və sayı da neyronun sayından 10 dəfə nədir? Çox götürdük. Və neyronun biz dedik ki, belə 3 növü var. Hansılardır neyronun bu 3 növü? Hissi neyron, hərəki neyron, bir də ara neyron. Uşaqlar, fərqi yoxdur. Bir şeyi yadınızda saxlayın. Nəyi? İstər hissi neyron olsun, yəni bunlar fərq etmir. İstər hissi neyron olsun, istər ara neyron olsun, istər hərəki neyron olsun. Hər biri 3 hissədən ibarətdir. Yəni hissi neyronda dendritdən, cisimdən, aksondan ibarətdir. Hərəki neyronda dendritdən, cisimdən, aksondan ibarətdir. Ara neyronda dendritdən, cisimdən, aksondan ibarətdir. Bir şey də burada yadda saxlayın. Bunlar arasında ən çox üstünlük təşkil edən ara neyrondur. Ara neyron böyükdür, deməli, hərəki neyron, o da böyükdür nədən?
hissi neyrondan. Yəni sayca ən çox üstünlük təşkil edən ara neyron, sonda hərəki, sonda da nə götürəcəyik? Hissi neyron götürürük. İndi gəldik nəyə? Gələk uşaqlar, deməli, biz dedik ki, bu neyronlar, hissi neyron nədir, funksiyası nədir? Hissi neyron duyğu orqanlarından impulsları, reseptorlardan impulsları qəbul edir, ötürür mərkəzə. Ara neyron mərkəzdə yerləşir və bu hissi neyronla hərəki neyron arasında əlaqə yaradır. Özü də bir neçə ara neyron ola bilər də mərkəzdə. Sonda gəldik hərəki neyron. Hərəki neyron isə cavab impulslarını qıcığa qarşı beyində hazırlanmış cavab impulslarını mərkəzdən ötürür nəyə? İşçi orqana doğru. Baxın uşaqlar, burada var. Hissi neyron xaricdən və ya daxildən, yəni duyğu orqanlarından, reseptorlardan gələn oyanmanı qəbul edir, ötürür mərkəzi sinir sisteminə. Hərəki neyron mərkəzi sinir sistemin bu qıcığa qarşı cavabını işçi orqana, yəni orqan və əzəlilərə ötürür. Ara neyron isə hissi və hərəki neyron arasında əlaqə yaradır deyirik. Uşaqlar, indi gəlin nəyə diqqət yetirək? Neyron daxilində və neyronlar arasında impulsun ötürülməsi necə baş verir? Neyron daxilində bir də neyron arasında impulsun ötürülməsi necə baş verir? Bunlara baxaq. Biz deyəcəyik ki, məsələn, reseptordan qıcığı qəbul edir hissi neyronun dendriti. Deməli, bu birinci hissi neyrondur, bu ara neyrondur, bu üçüncü də hərəki neyrondur uşaqlar. Reseptordan qıcığı qəbul edir hissi neyronun dendriti. Reseptorlarda harda yerləşirdi? Duyğu orqanlarında. Məsələn, gözdə reseptorlar yerləşir torlu qişada, qulaqda, ilbizdə yerləşir, dəridə, dərinin derma qatında yerləşir, dildə dad tumurcuqlarında dad məməcikləri olur ki, onlarda dad reseptorları olur deyirik. Məsəl üçün, burun boşluğunda silikli qişaların üzərində yerləşir reseptorlar. Deməli, reseptorlardan qıcığı qəbul edir hissi neyronun dendriti. Hissi neyronun dendriti ötürür özünün cisminə, o da ötürür özünün aksonuna. Yəni, bax, buradan bura görürsünüz, neyron, hissi neyrondur. Neyron daxilində impulsun ötürülməsi hansı ardıcıllıqla getdi uşaqlar? Dendrit, cisim, akson. Yenə deyirəm, bax, reseptordan qıcığı qəbul etdi hissi neyronun dendriti, ötürdü özünün cisminə, hissi neyronun cisminə, hissi neyronun cismindən də ötürüldü hissi neyronun aksonuna. Deməli, neyron daxilində impulsun ötürülməsi dendrit, cisim, akson istiqamətində olur. Yaxşı uşaqlar, gəlin baxaq, bəs neyron arasında impulsun ötürülməsi necə baş verir? Fikir verin nəyə? Hissi neyronun aksonu, bunu qırmızı ilə biraz işarəliyim, seçə biləsiniz. Hissi neyronun aksonu impulsu ötürür ara neyronun dendritinə və yaxud da ki, ara neyronun aksonu da impulsu ötürür hərəki neyronun nəyinə? Dendritinə. Onda neyron arasında impulsun ötürülməsi necə olacaq? Akson, dendrit istiqamətində. Deməli, hər bir neyronun özünün daxilində, məsələn, tutaq ara neyronun dendriti hissi neyronun aksonundan impulsu aldı. Görsən, ötürdü özünün cisminə, o da ötürdü özünün aksonuna. Sonda ara neyronun aksonundan impulsu ötürüldü hərəki neyronun dendritinə. Hərəki neyronun dendriti impulsu qəbul elədi ara neyrondan, ötürdü özünün cismindən də özünün aksonuna. Deməli, hər bir neyronda neyron daxilində impuls, dendrit, cisim, akson istiqamətində ötürülür. Amma neyron arasında isə akson, dendrit istiqamətində ötürülür. Yəni, birinin aksonundan digərinin dendritinə ötürülür deyəcəyik. Aydın oldu uşaqlar.
qaranlıq qalan nəsə yoxdur ki, burada kiməsə qaranlıq qalan nəsə varsa desin, təzdən bir də izah eləyim. Neyron daxilində və neyron arasında impulsun ötürülməsi və iki neyronun bir-biri ilə əlaqədə birləşdiyi hissədə sinaps yaranır. Deməli, burada sinaps bir dənə burada yaranıb, bir dənə də burada yaranıb. İki neyronun bir-biri ilə birləşdiyi hissədə nə yaranır uşaqlar? Sinaps yaranır deyəcəyik. Bura qədər sualı olan var. Gələk indi neyron haqqında danışdıq, peyk hüceyrələri haqqında danışdıq, refleks haqqında danışaq. Refleks nədir? Refleks sinir sisteminin iştirakı ilə orqanizmin qıcığa qarşı cəld cavab reaksiyası nə adlanır? Refleks adlanır. Refleks terminini elmə Dekart tərəfindən gətirilmişdir və refleksin iki növü var. Sadə, bir də mürəkkəb refleks. Uşaqlar, bu şəkildə gördüyünüz bükmə refleksi mürəkkəb refleksdir. Burada bir dənə də açma refleksi, diz refleksi olmalıdır görüm şəkildə. Bu isə sadə refleksdir. Deməli, dizdə olan açma refleksi sadə refleksdir. Buradakı bükmə refleksi isə bu nədir uşaqlar? Mürəkkəb refleksdir. Gəlin indi baxaq. Sadə reflekslə mürəkkəb refleksin fərqinə baxaq. Uşaqlar, sadə refleks deyirik ki, iki növ neyronun iştirakı ilə yaranan refleksə nə deyəcəyik? Sadə refleks deyirik. Yəni, burada iki növ neyron iştirak edir. Hissi neyron, hərəki neyron və diz refleksi sadə refleksə misaldır. Mürəkkəb reflekslər isə bu sadə neyrondan fərqli olaraq mürəkkəb refleksdə deməli 3 növ neyron iştirak edir. Həm hissi, həm hərəki, həm də ara neyron iştirak edir. Mürəkkəb reflekslərə nə deyə bilərik? Bax, bayaq şəkildə göstərdiyim bükmə refleksi, yəni əl isti bir əşyaya toxunduqda və yaxud ələ iynə batdıqda əlimizi çəkirik, bükmə refleksi baş verir bizdə. Qıcıqlandırıcı maddələrin təsirindən gözdən yaşın axması, burun boşluğuna yad cisimcik düşdükdə baş verən asqırma, bunlar həm də müdafiə refleksi gedir. Ləzzətli qida qoxusundan ağız suyunun ifrazı, sonra iti və ya isti əşyalara toxunduqda əlin çəkinməsi, bunlar nəyə aiddir? Uşaqlar, mürəkkəb reflekslərə aiddir. Deməli, mürəkkəb reflekslə sadə refleksin sadəcə bir fərqi oldu. Sadə refleksdə 2 növ neyronun iştirakı ilə baş verir. Mürəkkəb refleks 3 növ neyronun iştirakı ilə baş verir. Refleks qövsü. Refleks zamanı sinir impulslarının keçdiyi yol uşaqlar refleks qövsü adlanır. Deməli, orqanizmin biz dedik refleks sinir sisteminin iştirakı ilə qıcığa qarşı cavab reaksiyasıdır. Refleks qövsü isə sinir impulslarının getdiyi yoldur. Bir şeyi yadınızda saxlayın. Nəyi uşaqlar, nəyi? Bax, ən çox bunu çaşdırırlar. Fərqi yoxdur. İstər sadə refleks olsun, istər mürəkkəb refleks olsun, istər sadə refleks olsun, istər mürəkkəb refleks olsun. Hər ikisinin refleks qövsü 5 hissədən ibarətdir. Hansıdır bu 5 hissə? 1. Reseptor, 2 hissi yol, 1 nə oldu uşaqlar? Reseptor, 2 hissi yol, 3 mərkəz, 4 hərəki yol, 5 işçi orqan. Uşaqlar, yenə deyirəm, bəzən sadəni uşaqlar deyir ki, sadədə refleks qövsü azdır. Yox, istər sadə refleks olsun, istər mürəkkəb refleks olsun, fərqi yoxdur. Hər ikisinin, istər sadə refleks olsun, istər mürəkkəb refleks olsun, hər ikisində refleks qövsü 5 hissədən ibarətdir. Reseptor sahədən, hissi yoldan, mərkəzdən, hərəki yoldan və işçi orqandan. İndi burada nəyə diqqət yetirək uşaqlar? Burada ona diqqət yetirək ki, sadəcə
sadə refleksdə, bax bu mərkəzi sinir sistemində bunlarda fərq var, sadə və mürəkkəb refleksdə. Nədir o fərq? Yəni refleks qövsünün 3-cü hissəsində mərkəzdə, sadə refleksdə 2 növ neyron olacaq. Hansıdır bu? Hissi və hərəki neyron. Amma mürəkkəb refleksin 3-cü hissəsində, yəni mərkəzdə 3 növ neyronun 3-ü də olacaq. Yəni burada hissi neyron da olacaq, hərəki neyron da olacaq, ara neyron da olacaq. Aydın oldu uşaqlar bu fərq. Bunlara xüsusi olaraq nə edirik? Diqqət yetiririk. İndi uşaqlar, bura gələk, sonda burada bu şəkil üzrə müəyyən izah verim. Sonda gələk cədvəl var, həmin cədvələ baxaq. Cədvələ baxdıqdan sonra biz hansı neyronun hansı hissələri refleks qövsünün neçənci hissəsində iştirak edir? Bunlara diqqət yetirək. Gələk indi bura. Burada nə görürsünüz? Baxın uşaqlar, biz dedik ki, reseptorlardan qıcığı qəbul edir duyğu neyronun, hissi neyronun, başqa cür onun adına duyğu neyronu da deyirlər, dendriti. Görürsünüz, bax burada bu bənövşəyi rənglə verilən hissi neyrondur. Hissi neyronun dendriti qıcığı qəbul elədi, gəldi ötürüldü hissi neyronun cisminə. Bax bu cismidir. Amma bu əl barmağın ucundan ora qədər olan hissəyə nə deyirik? Hissi neyronun dendriti deyəcəyik. Deməli, reseptordan qəbul etdi qıcığı hissi neyronun dendriti, ötürdü özünün nəyinə uşaqlar? Cisminə. Bunun da cismi ötürdü özünün aksonuna. Bax, buradan bura qədər olan aralıq, uşaqlar, buradan bura qədər olan aralığa da biz nə deyirik? Akson deyirik, hissi neyronun aksonu. İndi burada bir şeyə diqqət yetirin. Nəyə? Bax, bu mərkəzdir. Bu hissə nədir uşaqlar? Mərkəzdir. Biz nə görürük? Biz görürük ki, hissi neyronun dendritinlə cismi mərkəzi sinir sistemindən kənarda yerləşdi. Amma aksonunun bir hissəsi mərkəzdən kənarda, bir hissəsi isə mərkəzdə yerləşir deyəcəyik. Sonra hissi neyronun aksonu impulsu ötürdü hərəki neyronun dendritinə. Hərəki neyronun dendriti cismi aksonu, belə ara neyrona, üzürlü sayın. Hissi neyronun aksonu ötürdü ara neyronun dendritinə. Ara neyronun dendriti, cismi aksonu hər üçü yerləşir harda? Mərkəzdə. Sonra, yəni mərkəzdən kənara çıxmır. Sonra gəlirik hərəki neyron, ara neyronun aksonu da ötürür impulsu, belə deyək ki, hərəki neyronun dendritinə. Deməli, hərəki neyronun da dendritlə cismi, uşaqlar, ancaq mərkəzdə yerləşir. Amma aksonu, fikir verin burada, hərəki neyronun aksonu burada göy rənglə işarələnib. Aksonunun bir hissəsi mərkəzdədir, görürsünüz, bax buradadır, onurğa beynində. Bir hissəsi mərkəzdədir, bir hissəsi isə mərkəzdən kənardadır. Və hərəki neyronun aksonu impulslarını, yəni mərkəzdə qıcığa qarşı hazırlanmış cavab impulslarını hərəki yolla ötürür işçi orqana, yəni əzələlərə ötürür deyəcəyik. Baxın, hissi neyronun aksonu, impulsu mərkəzə gətirdi. Deməli, onurğa beyninə impulslar hissi neyronun aksonu ilə daxil olur. Deməli, yenə deyirəm, impulslar hissi neyronun aksonu ilə mərkəzə daxil olur. Mərkəzdə hazırlanan cavab reaksiyası isə hərəki neyronun aksonu ilə mərkəzdən işçi orqanlara doğru neynir? Ötürülür deyirik. Və burada biz nə müşahidə elədik uşaqlar? Burada biz müşahidə elədik ki, hissi neyronun dendriti, bax buradan ta barmağın ucundan bu nöqtə olan hissəyə qədər. Hissi neyronun dendriti və cismi mərkəzə daxil olurmu uşaqlar? Bax, mərkəz buradır. Hissi neyronun dendriti və cismi mərkəzdən kənarda yerləşir. Amma aksonunun müəyyən hissəsi mərkəzdə, müəyyən hissəsi isə mərkəzdən kənarda yerləşəcək. Gəldi indi. Ara neyron ancaq mərkəzdə yerləşir, yəni dendriti də, cismi də, aksonu da mərkəzdə yerləşir. Mərkəzdən kənara çıxmır. Hərəki neyron isə
Dendrit cismi yalnız mərkəzdə yerləşir. Aksonun bir hissəsi mərkəzdə, bir hissəsi isə mərkəzdən kənarda, yəni hərəki yolda yerləşir. Hissi neyronun dendriti cismi hissi yolda. Çünki bunlar refleks qövsünün ikinci hissəsi nə idi? Hissi yolu idi. Yəni mərkəzdən kənarda. Aksonu həm hissi yolda, yəni mərkəzdən kənarda, həm də mərkəzdə. İndi gəlin bura baxaq. Uşaqlar, bax bu cədvəli hazır şəkildə 8-ci sinif dərslikdə olan cədvəldir. Hazır şəkildə özüm doldurmuşam. Hissi neyronun dendriti cismi mərkəzi sinir sistemindən kənarda, mərkəzdə yerləşmir. Şəkilə bir daha diqqət yetirin. Hissi neyronun dendrit və cismi mərkəzi sinir sistemində yerləşmir. Amma aksonu həm mərkəzdə, həm də mərkəzdən kənarda yerləşir. Gəldik ara neyron. Ara neyron ümumiyyətcə mərkəzdən kənara çıxmır. Ona görə dendrit cisim, akson mərkəzi sinir sistemindən kənarda yoxdur, ancaq mərkəzdədir. Hərəki neyron. Hərəki neyron dendrit cismi ancaq mərkəzi sinir sistemindədir. Amma aksonu həm mərkəzdə, həm də kənardadır. Uşaqlar, indi gəlin bir şeyə diqqət yetirək. Nəyə? Bayaq biz dedik ki, refleks qövsünün hissələri. Gəlin bura bir də yazaq. Refleks qövsü neçə hissədən ibarət idi? 5. Hansı idi bu 5 hissə? Reseptor sahə, hissi yol, sonra nə deyirdik? Mərkəz, hərəki yol və işçi orqan. İndi burada uşaqlar, gələk nəyə? Baxaq ki, hər bir refleks qövsünün, daha doğrusu neyronun hissələri, yəni hansı hissəsi refleks qövsünün hansı hissəsində yerləşir. Reseptorda heç bir neyron deməyəcək. Çünki reseptor duyğu orqanlarında olur, qıcığı qəbul edən hissədir. Gələk indi nəyə? Hissi yolda. Hissi yolda, uşaqlar, biz nəyə rast gəldik? Hissi yol mərkəzdən kənarda olan hissədir da və mərkəzə impuls nə ilə gəlirdi? Hissi neyronla gəlirdi. Deməli, hissi neyronun dendritinə və cisminə, həmçinin aksonuna refleks qövsünün ikinci hissəsində rast gələcəyik. Onda biz belə deyəcəyik. Baxın, bir dənə buradan sizə yeni bir səhifə açım. Hər birini yazın. Hissi neyron, ara neyron, bir də hərəki neyron. Uşaqlar, hər birinə 3 dənə şaxə qoyuram. Dendrit, cisim, akson. Yenə dendrit, cisim, akson. Yenə dendrit, cisim, akson. Və burada biz nə gördük? Hissi neyronun dendritlə cismi refleks qövsünün neçənci hissəsində yerləşir? İkinci hissəsində. Çünki ikinci hissə hissi yoluydu və ikinci hissədə biz hissi neyronun dendrit və cisminə rast gəlirik. Hissi neyronun aksonu, uşaqlar, hissi neyronun aksonu həm mərkəzdə var idi, həm də mərkəzdən kənarda. Deməli, onda akson refleks qövsünün yenə həm ikinci hissəsində, yəni hissi yolda olacaq, həm də refleks qövsünün üçüncü hissəsində, yəni mərkəzdə rast gələcəyik. Gəldik indi ara neyron. Ara neyron dedik ki, bütövlükdə mərkəzdə yerləşir. Deməli, onda ara neyronun dendriti də, cismi də, aksonu da refleks qövsünün neçənci hissəsində yerləşir uşaqlar? Üçüncü hissəsində, yəni mərkəzdə yerləşir. Gələk indi hərəki neyrona. Hərəki neyronun biz deyəcəyik ki, dendrit cismi refleks qövsünün üçüncü hissəsində yerləşir. Niyə? Çünki mərkəzdə idi da, bunun dendrit cismi mərkəzdən kənara çıxmırdı. Mərkəzdə refleks qövsünün neçənci hissəsi idi uşaqlar? Üçüncü hissəsi idi. Amma hərəki neyronun aksonu həm refleks qövsünün üçüncü hissəsində olacaq, həm də refleks qövsünün dördüncü hissəsində, yəni hərəki yolda yerləşəcək deyirik və yaxud rast gəlinir deyirik. Aydın oldu uşaqlar bu da. Hissi neyrona, dendrit cisminə, refleks qövsünün ikinci hissəsində, aksonuna həm 2-də, həm 3-də. Ara neyrona bütövlükdə ancaq refleks qövsünün üçüncü hissəsində, yəni mərkəzdə rast gəlinir. Hərəki neyronun dendrit və cismi
götürəcəyik həm mərkəzdə, yəni refleks qövsünün 3-cü hissəsində, həm də belə deyək ki, mərkəzdən kənarda, yəni refleks qövsünün 4-cü hissəsinə hərəkə neyronun aksonuna rast gələcəyik. Həm 3-də, həm də 4-də. İndi uşaqlar, bax burada testlərə nəyi düşəcək? Konkret onlar üzərində izah eləyirəm sizə. Məsələn, deyə bilər ki, tutaq ki, sadə refleksdir. Düzdürmü? Uşaqlar, sadə refleksdə biz dedik ki, neçə növ neyronun iştirakı ilə əmələ gəlirdi? 2 növ, düzdür? Hissi və hərəkə, ara neyron yox idi. İndi belə bir sual düşə bilər sizə. Ən çox düşən suallar bunlardır. Sadə refleks qövsündə, refleks qövsünün 3-cü hissəsində, 3-cü hissə nə idi uşaqlar? Yəni mərkəzdə. Neçə növ neyronun aksonuna rast gəlinir? Uşaqlar, əgər sadə refleksdirsə, onda mərkəzdə ara neyron neyniyəcək? Olmayacaq. Bax, bu ara neyron olmur. Onda mərkəzdə həm hissi neyronun aksonuna rast gələcəyik, həm də baxın, hərəkə neyronun aksonuna rast gələcəyik. Deməli, sadə refleksdə, refleks qövsünün 3-cü hissəsində, yəni mərkəzdə 2 növ neyronun aksonuna rast gəlirik. Hissi neyronun və hərəkə neyronun aksonuna rast gəlirik. Amma mürəkkəb refleksdə desə, refleks qövsünün 3-cü hissəsində, yəni mərkəzdə neçə növ neyronun aksonuna rast gəlirik? 3 növ. Hissi neyronun aksonu da mərkəzdə var, ara neyronun aksonu da, hərəkə neyronun aksonuna da neyniyəcəyik? Rast gələcəyik. Sonda, ikinci sual. Deməli, necə oldu uşaqlar? Qeydimizi aparırıq. Sadə refleksdə, refleks qövsünün 3-cü hissəsində 2 növ neyronun aksonuna rast gəlinir. Mürəkkəb refleksdə, refleks qövsünün 3-cü hissəsində, yəni mərkəzdə 3 növ neyronun aksonuna rast gəlirik. Sonda belə bir sual düşə bilər uşaqlar. Məsələn, düşə bilər ki, sadə refleksdə, refleks qövsünün 3-cü hissəsində, yəni mərkəzdə neçə növ neyronun dendrit və cisiminə rast gəlirik? Uşaqlar, sadə refleks nədən ibarət idi? Ancaq hissi və hərəkə neyrondan. Biz də baxırıq ki, hissi neyronun dendrit cismi 3-cü hissədə, yəni mərkəzdə neynir? Yerləşmir. Ancaq hissi yolda, yəni refleks qövsünün 2-ci hissəsində yerləşir. Amma ara neyronda sadə olduğu üçün ara neyron yoxdur zaten. Deməli, onda sadə refleksdə, refleks qövsünün 3-cü hissəsində, yəni mərkəzdə yalnız hərəkə neyronun dendrit və cisiminə neyniyəcəyik? Rast gələcəyik. Deməli, sadə refleksdə, refleks qövsünün 3-cü hissəsində bir növ neyronun, ancaq hərəkə neyronun dendrit və cisiminə rast gəlirik. Amma mürəkkəb refleksdə desəydi ki, refleks qövsünün 3-cü hissəsində neçə növ neyronun dendrit və cisiminə rast gəlinir, onda həm ara neyronu götürəcəkdik, çünki ara neyronun, baxın, dendrit cismi 3-cü hissədə yerləşir, həm də hərəkə neyronun götürəcəkdik. Deməli, sadə refleksdə, refleks qövsünün 3-cü hissəsində bir növ neyronun dendrit və cisiminə rast gəldik. Mürəkkəb refleksdə, refleks qövsünün 3-cü hissəsində 2 növ neyronun dendrit cisiminə rast gəldik. Həm hissinin, həm də nəyin uşaqlar? Hərəkə neyronun. Bəs yaxşı, sual düşsə ki, məsələn, refleks qövsünün 2-ci hissəsində neçə növ neyronun aksonuna rast gəlirik? Onda 2-ci hissədə yalnız bir növ hissi neyronun aksonuna rast gəlirik. 4-cü hissədə isə yenə bir növ neyronun aksonuna rast gəlirik. O da deməli hərəkə neyronun aksonuna rast gəlirik deyəcəyik. Bax, bunlar suallara ən çox yenilikdə olan suallar budur. Bu tipli suallar düşür. Aydın oldu uşaqlar bu hər kəsə? Bəli. Aha. Qaranlıq qalan nəsə yoxdur ki, Həlimə, Cansu? Xeyr, müəllimə. Aha, əla. Bunları bildik uşaqlar. Refleks qövslərini bildik, sadə. Bir də sinir düyünləri də düşür. Sinir düyünləri refleks qövsünün neçənci hissəsində yerləşir? Uşaqlar, sinir düyünləri mərkəzi sinir sistemindən kənarda,
hissi neyronun cisimlərinin yığınıdır, cisimlərindən əmələ gəlir. Belə deyək ki, hissi neyronun cismi də refleks qövsünün neçənci hissəsi götürmüşdük? Baxın, bu hissi neyrondur. Neçənci hissədə götürmüşük onun cismini? İkinci hissədə. Onda nə deyəcəyik? İkinci hissə deyəcəyik. Gəldik indi nəyə? Deməli, bunları dedik, refleks qövslərini dedik. Sonda gələk insanın sinir sistemi. Uşaqlar, sinir sistemi 4 növ orqandan ibarətdir. 4 növ orqandan. Hansıdır bu 4 növ orqan? Baş beyin, onurğa beyin. Burada periferik sinir sistemi indi bu funksiyasına görə verilib. Əslində periferik sinir sistemi özü, bax yazıram üstündə, sinirlər və sinir düyünləri. Bəli, deməli sinir sistemi neçə növ orqandan ibarətdir uşaqlar? 4 növ orqandan ibarətdir. Hansılar oldu? Baş beyin, onurğa beyin, sinirlər və sinir düyünləri. Uşaqlar, sinir sistemini 2 qrupa bölürük. Mərkəzi sinir sistemi və periferik sinir sistemi. Mərkəzi sinir sistemi, qoy bu sinirlər, sinir düyünləri sözünü yazım yenə, sinirlər və sinir düyünləri. Aha, mərkəzi sinir sistemi 2 boşluqda yerləşir. Hansıdır bu 2 boşluq? Baxın uşaqlar, baş beyin yerləşəcək hansı boşluqda? Baş beyin yerləşir, biz boşluqları keçmişik sizlə, keçən dərs keçdik. Baş beyin hansı boşluqda yerləşir Cansu mənim balam? Kəllə boşluğu mənim. Ay sağ ol. Onurğa beyni hansı boşluqda yerləşir? Onurğa kanalı boşluğu. Onurğa kanalı boşluğunda. Deməli, onda mərkəzi sinir sistemi neçə boşluqda yerləşir? 2 boşluqda yerləşir deyəcəyik. Kəllə boşluğunda və onurğa kanalı boşluğunda. Amma periferik sinir sistemi, uşaqlar, sinirlər bizim bütün hüceyrələrimizə, bütün belə deyək ki, bədənimizin bütün hüceyrələrinə gedir. Ona görə də sinirlərə bütün boşluqlarda nə edirik? Rast gəlirik. Yəni, kəllə boşluğunda da var sinirlər, qarın boşluğunda da var, döş boşluğunda da var, çanaq boşluğunda da var, göz yuvası boşluğunda da. Yəni, bütün boşluqlara, bütün hüceyrələrə sinirlər getdiyi üçün bütün boşluqlarda nə edirik? Rast gəlirik. Gələk indi nəyə? Gələk indi dedik ki, periferik sinir sistemi funksiyasına görə də bölürük 2 yerə. Periferik sinir sisteminə aid olduğu sinirlər, sinir düyünləri. İlk öncə sinir nədir? Onun tərifini deyim uşaqlar. Sinir düyünlərini dedik. Sinir düyünləri mərkəzi sinir sistemindən kənarda, daxili orqanların yanlarında, onların üzərində hissi neyronların cisimlərinin yığınıdır. Bəs yaxşı, sinirlər nədir? Sinirlər neyronların mərkəzi sinir sistemindən kənarda yerləşən uzun çıxıntılarıdır. Nə oldu uşaqlar sinirlər? Neyronların mərkəzi sinir sistemindən kənarda yerləşən uzun çıxıntıları. Və 3 növ sinir var. Hissi sinir, hərəki sinir və qarışıq sinir. Uşaqlar, bir şeyə diqqət yetirin. Hərəki sinirə, hərəki neyronun aksonu deyəcəyik. Niyə? Çünki, bu şəkilə baxaq, yenə. Nə görürük? Görürük ki, mərkəzi sinir sistemindən kənarda, bəli, hissi neyronun aksonu nədir? Daha uzundur. Mərkəzi sinir sistemindən kənarda, bura mərkəzi idi. Mərkəzdən kənarda hərəki neyronun aksonu daha uzundur. İndi bir dənə mənim bu sualıma cavab verin. Bu şəkilə baxın və mənə deyin. Mərkəzi sinir sistemindən kənarda hissi neyronun dendriti daha uzundur, yoxsa aksonu? Bax, bu barmağın ucundan bu hissəyə qədər hissi neyronun dendritidir. Buradan bura qədər də hissi neyronun aksonudur. İndi siz baxın, bax, bu mərkəzdən kənarda hissi neyronun dendriti daha uzundur, yoxsa aksonu uşaqlar? Aksonu. Yox, ay bala, bax, aksonu kim idi akson deyən? Həlimə sən idin. Həlimə, akson buradan buradır. Bax, buradan buradır. Amma dendrit barmağın ucundan buradan başlayır, gəlir. Bax, bu aksondur da, gəlir. Bax, bu bənövşəyi rənglə göstərilən gəlir. Ta bura qədər. İndi bax gör, mərkəzi sinir sistemindən kənarda
neyronun Dendrit. dendriti daha uzundur. Bəli. Ona görə biz hissi sinirə, sinirin də tərifini deyəndə necə dedik uşaqlar? Sinirin tərifini deyəndə necə dedik? Dedik ki, neyronun mərkəzdən kənarda yerləşən uzun çıxıntısıdır. Sinirlər nə oldu? Neyronların mərkəzdən kənarda olan uzun çıxıntısı. Və biz görürük ki, hissi neyronun mərkəzdən kənarda dendriti nədir? Daha uzundur. Ona görə hissi sinirə hissi neyronun dendriti deyəcəyik. Amma hərəki sinirə hərəki neyronun nəyi deyəcəyik uşaqlar? Aksonu deyəcəyik. Çünki baxıram ki, bəli, hərəki neyronun aksonu mərkəzdən kənarda daha uzundur. Belə deyək ki, onun ümumiyyətcə hərəki neyronun dendrit cismi zaten kənarda yoxdur. Onun yalnız aksonu kənarda var və uzundur. Deməli, hissi sinir nə oldu uşaqlar? Hissi sinir, hissi neyronun dendriti, hərəki sinir isə hərəki neyronun aksonudur. Qarışıq sinir isə hissinin dendriti, hərəkinin də aksonu. Bu cür deyəcəyik. Aydın oldu uşaqlar. Deməli, gəldik onda burada sinirlərin tərifi. Hissi sinirlər deyirik ki, hissi neyronların uzun çıxıntılarından, mərkəzdən kənarda olan uzun çıxıntılarından, yəni dendritlərdən ibarət olub, impulsları neynir? Mərkəzi sinir sisteminə ötürür. Hərəki sinirlər isə, hərəki neyronun görürsünüz, burada artıq akson yazıb. Aksonlarından ibarət olub, impulsları mərkəzdən işçi orqanlara doğru ötürür. Qarışıq sinirlər isə hissi və hərəki neyronların uzun çıxıntılarından olub, hər iki istiqamətdə impulsları ötürür deyəcəyik. Sonra gəldik uşaqlar nəyə? Gəldik indi biz dedik periferik sinir sistemi də funksiyasına görə bölmüşdük iki yerə. Somatik, bir də vegetativ. Somatik sinir sistemi uşaqlar iş prinsipi iradidir. İradi. Vegetativ sinir sisteminin iş prinsipi qeyri-iradidir. Somatik sinir sistemi nəyi sinirləndirir? Dərini, bir də enə zolaqlı skelet əzələlərini sinirləndirir. Deməli, neçə növ əzələni, biz əzələ toxuması bir qrup 3 növ götürmüşdük. Deməli, somatik sinir sistemi neçə növ əzələni sinirləndirir? Bir növ əzələni sinirləndirir. O da enə zolaqlı skelet əzələsi. Vegetativ sinir sistemi, buna avtonom sinir sistemi də deyirik. Daxili orqanları, bir də ürək, enə zolaqlı ürək əzələsi və saya əzələni, yəni iş prinsipi qeyri-iradi olanları. Biz demişdik ki, enə zolaqlı əzələnin iş prinsipi iradidir, ona görə o somatik sinir sistemi ilə tənzimlənir. Amma yadımıza gəlir, keçən dərs biz dedik ki, ürək və saya əzələnin iş prinsipi nədir uşaqlar? Qeyri-iradidir. Ona görə bunlar deməli nəyi sinirləndirəcək? Hansı daha doğrusu vegetativ sinir sistemi ilə sinirlənir deyəcəyik. Ürək və saya əzələ vegetativ sinir sistemi ilə, skelet əzələləri isə somatik sinir sistemi ilə sinirlənir deyirik. Və vegetativ sinir sistemi özü simpatik və parasimpatik olmaqla iki qrupa bölürük. Və bunlar da bir-birinə antagonist, yəni əks təsir göstərir. Biri gücləndirdikdə digəri neynir? Zəiflədir. Məsələn, burada cədvəl var. Deyirik ki, simpatik sinirlər ürək yığılmalarını tezləşdirir və qüvvətləndirir. Onda parasimpatik sinirlər neynəyəcək uşaqlar? Ürək yığılmalarını yavaşıdıb zəiflədəcək. Ürək döyüntüsünü uşaqlar, baxın, biz deyirik ki, ürək yığılmasını simpatik tezləşdirir. Və biz sizlə ürək siklının düsturunu keçəcəyik. Delta T bərabərdir. Ürək siklı delta T ilə işarə olunur. Delta T bərabərdir. T bölünsün N. Və burada biz baxırıq ki, bu ürəyin yığılmasıdır. Bu da sikldır. Görürük ki, siklla döyüntü necə mütənasibdir uşaqlar? Tərs mütənasibdir. Əgər simpatik sinirlər yığılmanı tezləşdirirsə, onda delta T-ni, yəni siklı neynəyəcək? Azaldacaq. Amma parasimpatik sinir ürək yığılmalarını, yəni eni azaldır, yavaşıdır.
onda burada delta T nə edəcək uşaqlar? Artacaq. Yəni siklı artıracaq. Simpatik sinirlər qan damarlarını daraldır, parasimpatik sinirlər genişləndirir. Amma həzm sistemində tərsinə. Məsələn, mədə əzəllərinin hərəkəti, mədə şirəsi ifrazını simpatik zəiflədir, parasimpatik gücləndirir. Bağırsağın dalğavari hərəkətini simpatik zəiflədir, parasimpatik isə nə edir? Gücləndirir deyirik. Göz bəbəyini simpatik genəldir, parasimpatik sinirlər isə göz bəbəyini nə edir uşaqlar? Daraldır deyəcəyik. Bax, hətta biz sizlə gələn dərsdə tutaq deyəcəyik ki, mədəaltı vəzin daxili sekresiya vəzi kimi insülin və glikagon hormonları hazırlayır. İnsülin qanda şəkərin miqdarını tənzimləyir. Onda məsəl üçün simpatik götürəcəyik, amma glikagon qanda şəkərin miqdarını azaldır, parasimpatik götürəcəyik. Sonra uşaqlar, bax burada mən dediyim bu somatik vegetativ sinir sistemi, bax görürsünüz var, dərsliyimizdən götürülüb bu. Somatik sinir sistemi, bayaq dedik dərini, bir də enozolaklı skelet əzələlərini, vegetativ sinir sistemi isə dedik ki, daxili orqanları, bir də hansı əzələləri? Saya və ürək əzələsi. Niyə? Çünki saya və ürək əzələsinin iş prinsipi nə idi? Qeyri-iradi idi. Ona görə 2 növ əzələni. Somatik sinir sistemi 1 növ əzələni. Uşaqlar, indi gəlin baxaq nəyə? Simpatik və parasimpatik sinirlərin mərkəzi. Ümumiyyətcə şəkildə nə görürsünüz? Baxın uşaqlar, simpatik sinirlərin mərkəzi yerləşir. Qoy bir dəqiqə bunu biraz aşağı çəkim. Aha, simpatik sinirlər burada nə ilə göstərilib? Qırmızı ilə işarələnib. Parasimpatik sinirlər isə mavi ilə işarələnib. Və indi burada nəyə diqqət yetirin uşaqlar? Nə görürsünüz? Simpatik sinirlər ümumiyyətcə yadınızda saxlayın. Mərkəzi yerləşir onurğa beynində. Onurğa beyninin, bax bu onurğa beyninin şöbələridir. 1 boyun şöbəsidir, 2 döş şöbəsidir, 3 bel şöbəsidir, 4 oma şöbəsidir. Deməli, nə görürük? Simpatik sinirlər çıxır onurğa beyninin 2 şöbəsindən. Yəni, yalnız onurğa beynindən çıxır da simpatik sinirlər. Döş, bir də bel şöbəsindən. Yenə deyirəm, 2 ilə işarələnən onurğanın deməli, döş şöbəsidir. 3 ilə işarələnən isə nədir? Bel şöbəsidir. Və burada bir şeyə də diqqət yetirin. Bel şöbəsi, biz onurğanı keçəndə keçəcəyik, onurğanın bel şöbəsi 5 fəqərədən ibarətdir. Və burada 3 fəqərəsindən sinir çıxır. 1-ci, 2-ci, 3-cü fəqərələrdən sinir çıxır. Bax, fikir verin, 4-cü və 5-ci fəqərələrdən sinirlər neynir? Çıxmır deyirik. Deməli, simpatik sinirlər çıxdı, onurğa beyninin döş şöbəsindən, bir də bel şöbəsindən. Və burada bir şeyə diqqət yetirin. Bax, bu bel şöbəsi 3 ilə işarələnəndə, bax, bu aralıq. Bel şöbəsindən çıxan simpatik sinirlər, fikir verin uşaqlar, hara gedir? Böyrəyə gedir. Bir də cinsiyyət orqanları, yəni çanaq boşluğunda yerləşən orqanlara deyəcəyik. İndi cinsiyyət orqanları hansı boşluqda yerləşirdi? Çanaq boşluğunda yerləşirdi. Deməli, ümumi indi qayda olaraq yazdıracağım zaten sizə. Onurğa beyninin bel şöbəsindən çıxan simpatik sinirlər gedir böyrəyə, bir də çanaq boşluğunda yerləşən orqanlara. Çanaq boşluğunda yerləşən orqanlar sidik kisəsi, düz bağırsaq, cinsiyyət orqanları, kişilərdə prostat vəzi, bunlar götürürük nəyi? Çanaq boşluğunda yerləşən orqanlar və bunların da simpatiki, bir dənə qarın boşluğunda yerləşən orqanlardan bir də böyrəyi götürürük ki, bunların simpatiki yerləşir, çıxır hardan? Beldən. Amma yerdə qalan digər orqanların simpatiki çıxacaq. Məsəl üçün, ürəkdir, qida borusudur, mədədir, qan damarları, qaraciyər, mədaltı vəzi. Bunların simpatiki çıxır hardan uşaqlar? Döş şöbəsindən. Gələk indi parasimpatik sinir. Parasimpatik sinir hardan çıxır? Parasimpatik sinir onurğa beyninin oma şöbəsindən çıxır. Parasimpatik sinir həm baş beyindən çıxır, həm onurğa beynindən çıxır. Baxın, simpatik sinirlər baş beyindən çıxdı mı uşaqlar? Yox, ancaq hardan çıxdı?
onurğa beynindən çıxdı. Amma parasimpatik sinirlər onurğa beynindən də çıxa bilər, baş beyindən də. İndi burada baş beyin kötüyü verilib. Baş beyin kötüyü uzunsov beyindir, varol körpüsüdür, bir də orta beyin. Bunlar birlikdə nəyə əmələ gətirir uşaqlar? Baş beyin körpüsünü əmələ gətirir. Biz də bilirik ki, orta beyin, uzunsov beyin bunlar baş beynin şöbələridir. Yəni, ümumi olaraq onda biz deyə biləcəyik ki, parasimpatik sinirlər həm onurğa beynindən, özdə onurğa beyninin hansı şöbəsindən, oma şöbəsindən çıxır, həm də baş beyindən çıxır deyirik. Və burada da bir şey yadınızda saxlayın. Onurğa beyninin oma şöbəsindən çıxan parasimpatik sinirlər çanaq boşluğundakı orqanları sinirləndirəcək. Gələk indi bəs baş beyindən çıxan parasimpatik sinirləri necə götürürük? Uşaqlar, fikir verin. Gözə gələn parasimpatik sinirlər çıxır orta beyindən. Gözə gələn parasimpatik sinirlər çıxdı hardan? Orta beyindən. Çanaq boşluğunda yerləşən orqanlara gələn parasimpatik sinirlər çıxır onurğanın oma şöbəsindən. Yerdə qalan digər orqanlar, böyrək, mədə, nə bilim, qaraciyər, qida borusu, lap olsun ağciyər, digər orqanların parasimpatiki çıxacaq hardan uşaqlar? Uzunsov beyindən. Aydın oldu uşaqlar, bunu da necə götürürük? Baxın, indi burada bir cədvəl qursam sizə, yazıram. Vegetativ sinir sistemi böldük iki yerə. Simpatik, bir də nə götürdük uşaqlar? Parasimpatik. Simpatik sinirlər çıxdı hardan? Onurğanın, belə deyək ki, qoy buradan yuxarıdan onurğa yazım. Onurğanın döş, bir də bel şöbəsindən. Parasimpatik sinirlər hardan çıxır uşaqlar? Beyin kötüyündən, beyin kötüyü, yəni baş beyindən, bir də onurğanın hansı şöbəsindən? Oma şöbəsindən. Onurğanın oma şöbəsindən çıxan parasimpatik sinirlər hara getdi uşaqlar? Çanaq boşluğunda yerləşən orqanlara. Çanaq boşluğunda yerləşən orqanlar hansılardır uşaqlar? Gəlin yadımıza salaq. Keçən dəfə mən sizə yazdırmışdım. Çanaq boşluğunda yerləşən orqanlar hansılardır? Deyin görün mənə. Çanaq boşluğunda yerləşən orqanlar hansılardır? İstedik kisəsi, Cinsiyet orqanlardır. Düz bağırsaq, bir də düz bağırsaq. düz bağırsaq, sonra İstedik kisəsi, Kisəsi. orqanlar. qadın cinsiyyət orqanları uşaqlıqdır, yumurtalıqdır. Bir də kişilərdə prostat bəzi. Bunlar yerləşirdi harda? Çanaq boşluğunda. Deməli, həmin bu orqanların parasimpatiki çıxacaq hardan? Onurğa beyninin oma şöbəsindən. Beyin kötüyündən də biz dedik ki, orta beyindən çıxan parasimpatik sinirlər hara getdi? Gözə. Uzunsov beyindən isə, uzunsov beyin digər orqanlar yazıram. Digər orqanlar. Yəni, tutaq ki, ürək, qaraciyər, ağciyər, mədə. Aha, düzdür uşaqlar, bu cür götürəcəyik. İndi bir şeyə diqqət yetirək. Nəyə? Gəlin bunu da deyim, sonda deyəcəm. Simpatik sinirlər isə beldən yenə getdi hara? Böyrəyə. Bir də hara getdi uşaqlar? Çanaq boşluğunda yerləşən orqanlara. Çanaq boşluğunda yerləşən orqanlara. Yenə bayaq sadaladığımız düz bağırsaq, prostat vəzi, uşaqlıq, yumurtalıq, bunları götürürük. Sidik kisəsi, bunları götürürük. Döş boşluğunda bir dənə də böyrəyi götürürük. Qarın boşluğundan bir dənə böyrəyi götürürük. Döş boşluğuna isə digər yazıram. Yəni, çanaq boşluğunda yerləşən orqanları çıxdıqdan sonra, böyrəyi çıxdıqdan sonra digər orqanları, yəni mədədir, nazik bağırsaqdır, ondan sonra belə götürək ki, qaraciyərdir. Bunları isə götürəcəyik harda? Döşdə. İndi uşaqlar, bax, model testdə də düşmüşdü. Nə idi bu? Deyir ki, hansı orqandır ki, onun parasimpatiki həm omadan gəlir, həm onurğa beynindən çıxır, həm baş beyindən çıxır. Deməli, necə dedik uşaqlar? Hansı orqandır ki, onun, belə deyək ki, parasimpatiki
həm onurğa beynindən çıxır, həm baş beyindən çıxır. Bağırsaqlar mı? Əziz uşaqlar, yoğun bağırsaq. Bəli, tamamilə doğrudur. Niyə? Çünki yoğun bağırsaq 3 şöbədən ibarətdir. Hansıdır bu? Kör, çəmbər, bir də düz. Düzdürmü uşaqlar? Kör və çəmbər bağırsaq yerləşir qarın boşluğunda. Düz bağırsaq yerləşir çanaq boşluğunda. Deməli, onda düz bağırsağa parasimpatik sinir gələcək hardan? Onurğanın oma şöbəsindən. Amma kör və çəmbər bağırsaq qarın boşluğunda yerləşir. Bunlara isə parasimpatik sinirlər hardan gələcək? Uzunsob beyindən. Deməli, yoğun bağırsağa parasimpatik sinirlər həm onurğa beynindən gələ bilər, həm də hardan gələ bilər uşaqlar? Baş beyindən gələ bilər deyirik. Və yaxud bunu bu cür də sual verə bilər ki, hansı orqandır ki, onun simpatikidə, məsəl üçün, belə deyək ki, onurğadan, parasimpatiki də onurğadan çıxır. Simpatik onsuz da hamısında onurğadan çıxır. Yenə yoğun bağırsağın düz bağırsaq şöbəsini götürəcəyik ki, düz bağırsağa gələn, belə deyək ki, parasimpatik onurğadan çıxır, onurğanın omasından, simpatik də onurğanın bel şöbəsindən çıxır deyəcəyik. Aydın oldu uşaqlar. Və bunlara da nə edirik? Diqqət yetiririk. Bu hissə ilə bağlı qaranlıq qalan nəsə var qızlar? Varsa izah eləyim, yoxdursa keçək buranı da. Cansu, aydındır mənim balam? Bəli, mən. Müəllimə, siz o onurğanın döş şöbəsinə yoğun bağırsağı da aid elədiniz? Yox, döş şöbəsinə götürmədim. Yoğun bağırsağı beldən dedim. Bax, bilsən döşə hansını aid eləyəcəyik mənim balam? Yoğun bağırsağa gələn simpatik sinirlərdən, kör və çəmbər bağırsaq isə bəli, döşdən gələcək, amma düz bağırsağa simpatik sinirlər beldən gələcək. Bəs məsəl üçün məsələdə bütöv yoğun bağırsağı soruşsa biz hansına aid eləyəcəyik? Bütöv yoğun bağırsağı desək, həm beldən götürürük, sırf simpatiki deyirsənsə. Döşdən də gəlir ora, beldən də gəlir. Bəs onu deyirdim da mənim balam. Və yaxud da ki, simpatik, parasimpatik hissini deyəndə, bura parasimpatik sinirlər gəlir çanaqdan, simpatik sinirlər isə gəlir hardan? Döş şöbəsindən. Yox, bir dəqiqə. Düz bağırsağa, uşaqlar üzrü sayın, düz bağırsağa gələn parasimpatik sinir gələcək onurğanın oma şöbəsindən. Simpatik sinir gələcək bel şöbəsindən. Kör və çəmbər bağırsağa gələn parasimpatik sinirlər gələcək uzunsob beyindən. Simpatik sinirlər isə gələcək döş və döş şöbəsindən. Aydın oldu Səmra? Bəli. Aha, vəsiyo. Yaxşı, bunları dedik. Keçək indi nəyə uşaqlar? Keçək indi, deməli, digər burada bizdə qoy bu hissəni pozum səlqəli şəkildə. Mərkəzi sinir sistemi, biz dedik ki, periferik sinir sistemi haqqında danışdıq. Mərkəzi sinir sistemi böldük iki yerə, onurğa beyin, özü dedik ki, 2 növ orqandan, ümumi sinir sistemi 4 növ orqandan ibarət idi. Onurğa beyin, baş beyin sinir, sinir düyünləri. Bunun 2 növü periferikdə idi, 2 növü də mərkəzi sinir sistemində idi. Onurğa beyni onurğa kanalında yerləşir deyirik və həm reflektor, həm nəql edici funksiyanı yerinə yetirir. Onurğa beynindən bütün sadə reflekslərin, uşaqlar başdan aşağı, yəni bu boğazdan aşağı skelet, daha doğrusu boğaz nahiyədən aşağı skelet əzələlərinin refleksi yerləşir, refleks mərkəzi yerləşir harda? Onurğa beynində. Onurğa beynindən 31 cüt sinir çıxır, amma bir növ. Çünki hamısı qarışıq sinirdir. 31 cüt sinir çıxır, 31 cütü də nə götürürük uşaqlar? Qarışıq sinir götürəcəyik. Və hər bir sinirin özünün də 2 kökü var. Bir dənə ön kök, bir də nə deyirik uşaqlar? Arxa kök deyəcəyik. Deməli, necə dedik uşaqlar? Onurğa beynindən neçə cüt sinir çıxdı? 31 cüt sinir çıxır. Və bir növ amma. Hamısı çünki nədir? Biz siniri cəmi 3 növə bölmüşdük. Hissi, hərəki, qarışıq. Onurğa beynindən çıxan 31 cüt sinirin 31 cütü də nədir? Qarışıqdır. Və bunun da biz deyəcəyik ki, 8 cütü
boyundan çıxır, 12 cütü döşdən çıxır, 5 cütü beldən, 6 cüt omada. Hətta deyir yenidə uşaqlar, indi onu dəqiqləşdirərəm. Bu omadan 6-5 cüt verir, bir cütü də büzdümə. Niyə? Çünki deyir ki, onurğa beyni onurğa kanalında yerləşir. Bel nahiyədə onurğa beyni bitir. Amma onun sinirləri büzdümə qədər gedir. Hətta bəzi mənbələrdə bu omada 5 cüt götürür. Bir cütünü də büzdümdə götürür. Sonra gəldik nəyə? Deməli, gələk indi deyirik ki, onurğa beynindən 31 cüt 62 ədəd sinir çıxır. Hər bir sinirin özünün də 2 dənə kökü var. Bir dənə ön kök, bir dənə arxa kök. Onda cəmi 124 dənə kök var. Bunun 62-si ön, 62-si arxa. Arxa kök hissi neyronun aksonudur. Hissi neyronun aksonundan təşkil olunub. Niyə? Çünki arxa köklə impuls onurğa beyninə, yəni mərkəzə daxil olur. İmpulsu da mərkəzə gətirən nə idi? Bayaq yuxarıda şəkil var idi, sizə göstərmişdim. Hissi neyronun aksonu. Ona görə biz deyəcəyik ki, onurğa beyninin arxa kökləri hissi neyronun aksonundan təşkil olunub. Ön kök isə impulsu mərkəzdən işçi orqanlara doğru ötürür. İmpulsu da mərkəzdən işçi orqanlara doğru ötürən nə idi? Hərəki neyronun aksonu. Deməli, onda biz deyəcəyik ki, onurğa beyninin arxa kökləri hissi neyronun aksonlarından, ön kökləri isə hərəki neyronun aksonlarından təşkil olunub deyəcəyik. Baş beyin isə, uşaqlar, baş beyin isə biz deyirik ki, kəllə boşluğunda yerləşir və baş beyindən 12 cüt sinir çıxır. Amma 3 növ. Burada 3 növ sinirin 3'ü də var. Burada 31 cüt idi, amma nə götürmüşdük? Bir növ götürmüşdük. Burada 12 cüt, yəni 24 ədəd, burada 24 ədəd sinir çıxır, burada 62 ədəd. Onda ümumi mərkəzi sinir sistemindən 86 ədəd sinir çıxır. Burada 3 növünə də rast gəldik. 3 cüt hissi, 5 cüt hərəki, 4 cütdə nə götürürük? Qarışıq sinirlər götürəcəyik. Və burada nəyə diqqət yetirirsiniz uşaqlar? Məsələn, sual düşə bilər. Mərkəzi sinir sistemindən, mərkəzi sinir sistemi deyəndə həm onurğa beyin gedir, həm baş beyin gedir. Mərkəzi sinir sistemindən çıxan sinirlərin neçə faizi qarışıq sinirdir? Deməli, mərkəzi sinir sistemindən 86 sinir çıxır, bu 100%dir. Qarışıq sinir 4 cüt baş beyindədir, 31 cüt də onurğa beynindən. Deməli, 4 cüt, 31 cüt, 35 cüt, bu deyir 70 ədəd. 70'imiz isə x%. Bunu bu cür tapasınız. Və yaxud amma desək ki, baş beyindən çıxan sinirlərin neçə faizi qarışıq sinirdir? Onda baş beyindən ümumi 24 sinir çıxır. 24'ü götürəcəydik 100%. Qarışıq 4 cütdür, 8'i də götürəcəydik x%. Onurğa beyindən çıxan sinirlərin neçə faizi qarışıqdır? 100%'in 100'ü də. Onurğa beyindən çıxan hissi hərəkət sinirdirsə 0% götürürsünüz. Çünki onurğa beynindən hissi hərəkət sinir çıxmır. Və yaxud bu cür sual düşsə ki, mərkəzi sinir sistemindən çıxan sinirlərin neçə faizi hissi sinir təşkil edir? Mərkəzi sinir sistemindən ümumi 86 sinir çıxır. Bu 100%'dir. Hissi sinir bunun neçə faizidir uşaqlar? 3 cütü, yəni 6 ədədi 6x. Mərkəzi sinir sistemindən çıxan sinirlərin neçə faizi hərəki sinirdir? 86'mız 100, hərəki 5 cütdür, onda x%. Bunları da bu cür gedəsiniz. Və ya desəydi ki, baş beyindən çıxan sinirlərin neçə faizi hissi sinirdir? Onda 24, 100, çünki baş beyindən 24 sinir çıxır. 6x. Baş beyindən çıxan sinirlərin neçə faizi hərəki sinirdir? 24, 100, 10x. Aydın oldu uşaqlar bu hissədə. Məsələləri bu cür gedəsiniz. Sonra gələk nəyə? Sonra gələk. Uşaqlar, biz deyəcəyik ki, boz maddə, ağ maddə. Ümumiyyətcə yadınızda saxlayın. Biz neçə növ neyron var demişdik? 3 növ. Hissi, hərəki, ara. Uşaqlar, ara neyron yalnız boz maddənin əmələ gəlməsində iştirak edir. Ara neyronun dendriti də, cismi də, aksonu da boz maddəni əmələ gətirir. Ağ maddəni əmələ gətirmir. Amma hissi və hərəki neyronun aksonu ağ maddəni əmələ gətirir. Dendrit və cismi boz maddəni əmələ gətirir. Amma indi burada
2 şərt altında sizə düşə bilər boz maddə. Baxın, bunu da çəkirəm sizə, yazıram, geniş şəkildə izah edirəm. Boz maddə, boz maddə. Biri var, biri var. Ümumi sinir sisteminin boz maddəsi. Biri var, mərkəzi sinir sisteminin nəyi deyirik uşaqlar? Boz maddəsi deyirik. Uşaqlar, ümumi sinir sistemi deyəndə burada həm nə gedir? Mərkəzi sinir sistemi gedir, həm də periferik, yəni mərkəzdən kənar gedir. İndi gələk, ilk öncə birinci nəyə baxaq? Mərkəzi sinir sisteminin boz maddəsinə. Mərkəzi sinir sisteminin boz maddəsi deyəndə burada ara neyron bütövlükdə, yəni həm dendriti, həm cismi, həm aksonu. Bunu götürürəm. Üstə gəlirəm, hər iki neyronun dendrit və cismini. Niyə hər iki neyronun aksonunu götürmədim? Çünki hər iki neyronun aksonu ağ maddənin əmələ gəlməsində iştirak edir. Boz maddənin əmələ gəlməsində iştirak etmir. Və burada fikir verin, deməli, mərkəzi sinir sisteminin, məsələn, onurğa beyninin boz maddəsinin əmələ gəlməsində nə iştirak edir uşaqlar? Onurğa beyninin boz maddəsinin əmələ gəlməsində biz deyəcəyik ki, iştirak edir ara neyronun dendriti, cismi və aksonu bütövlükdə, yəni ara neyronu götürürük və hər iki neyronun da nəyini götürdük uşaqlar? Dendrit və cismini götürdük. İndi deyə bilərsiniz, müəllim, bəs bayaq tərifdə dediniz ki, hissi neyronun da dendrit, cismi boz maddə. Bəs niyə burada götürmürük? Çünki mən ən başda sizə cədvəli tərtib eləyəndə orada biz demişdik ki, hissi neyronun dendrit və cismi mərkəzi sinir sistemində yerləşmir. Mərkəzdən kənardaydı. Ona görə mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində hissi neyronun dendrit cismi nə edəcək uşaqlar? İştirak etməyəcək. Ancaq hər iki neyronun dendrit cismi iştirak edəcək. Amma ümumi sinir sisteminin boz maddəsi deyəndə artıq bəli, burada həm mərkəz gedir, həm mərkəzdən kənar gedir. Ona görə biz burada ara neyronu yenə bütövlükdə götürürük, dendritini də, cismini də, aksonu da. Həmçinin hər iki neyronun dendritlə cismi, bir də hissi neyronun dendrit və cismini götürəcəyik. Görürsünüz, burada hissi neyronu götürdük. Niyə? Çünki ümumi sinir sistemi deyəndə burada mərkəzlə yanaşı mərkəzdən kənar da nəzərdə alınır. Biz də bilirik ki, bəli, hissi neyron, dendrit və cismi mərkəzdən kənarda neyinir? Yerləşir deyəcəyik. Aydın oldu uşaqlar bu da. Mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsində ara neyron bütövlükdə iştirak edir. Yəni, ara neyron ümumiyyətcə ağ maddənin əmələ gəlməsində iştirak etmir. Yalnız boz maddədə götürürük. Bir də hər iki neyron, dendrit və cismi. Amma ümumi sinir sistemi deyəndə orada hissi neyron, dendrit cismi də neynənməlidir? Nəzərə alınmalıdır. Gəldi indi nəyə? Ağ maddə deyəndə fərqi yoxdur. İstər mərkəzi sinir sisteminin ağ maddəsi desin, istər ümumi sinir sisteminin ağ maddəsi desin. Burada neyniyəcəyik uşaqlar? Burada biz deməli hər ikisini götürəcəyik. Yəni, həm bircə dəqiqə uşaqlar, Nərgiz dünən qrupda dedi, yaxı 7, hətta dedim hamı bu dinlik qoşsun, yatsın, 7-də olacaq dərs. Aha, həm mərkəzi sinir sisteminin ağ maddəsi deyəndə, həm periferik sinir sisteminin ağ maddəsi deyəndə biz nə götürəcəyik uşaqlar? Hər iki və hissi neyronun aksonunu götürəcəyik. Ara neyronun aksonunu götürmürük. Çünki dedik, ara neyron bütövlükdə boz maddəni əmələ gətirir. İndi niyə mərkəzi sinir sistemində hissi neyronun aksonunu götürürəm? Çünki hissi neyronun aksonu deməli, həm mərkəzdə yerləşirdi, həm də mərkəzdən kənarda yerləşirdi. Ona görə də mərkəzi sinir sisteminin istər fərqi yoxdur. Mərkəzi sinir sistemi olsun, istər ümumi sinir sistemi olsun. Yəni, konkret yadda saxlayın ki, ağ maddənin əmələ gəlməsində hissi və hər iki neyronun nələri iştirak edir? Aksonları iştirak edir deyirik. Uşaqlar, baxın, bu onurğa beyninin şəkil üzrə bunun da izahını verim. Biz deyirik ki, onurğa beyni onurğa kanalının içərisində yerləşir və bir şey də yadınızda saxlayın ki, onurğa beyni yuxarıdan uzunsov beynə birləşir. Yuxarıdan nəyə birləşir uşaqlar? Uzunsov beynə birləşir. Aşağıdan isə
onurğa sütununun bel şöbəsinə qədər uzanır. Bayaq da dedim, onurğa beyninin özü onurğa sütununun bel şöbəsinə qədər uzanır. Amma yəni bel şöbəsində özü bel şöbəsində qutarsa da sinirləri büzdümə qədər nə edir? Davam edir deyirik. Və burada bir şeyə də diqqət yetirək. Onurğa beyninin xarici qatı ağ maddədən ibarətdir. Daxili qatı isə boz maddənin kəpənək formalı yığımından. Bu kəpənək formalı yığım boz maddədən təşkil olunur. Deməli, necə dedik uşaqlar? Onurğa beyninin xarici qatı ağ maddədən, daxili qatı isə boz maddənin kəpənək şəkilli yığımından təşkil edib deyirik. Və bu boz maddənin içərisində də onurğa beyni kanalı yerləşir deyəcəyik. Və burada da fikir verin, bu hissi sinirlər, arxa köklər, yəni hissi sinirlər impulsu onurğa beyninə gətirir. Hərəkət sinirlər isə impulsu onurğa beynindən işçi orqanlara doğru ötürür deyəcəyik. Aydın oldu uşaqlar. Bu onurğa kanalı da budur. Budur. Deməli, necə dedik? Bir də bunun quruluşuna onurğa beyni onurğa kanalının içərisində yerləşir. Daha doğrusu bu onurğa beyni kanalıdır. Onurğa beyni onurğa kanalının içərisində yerləşir. Yuxarıdan uzunsov beynə birləşir. Aşağıdan onurğa sütununun bel şöbəsinə qədər uzanır. Amma sinirlər büzdümə qədər davam edir deyirik. Xarici qatı ağ maddədən, daxili qatı isə boz maddənin kəpənək formalı yığımından ibarətdir deyirik. Boz maddənin içərisində də onurğa beyninin kanalı yerləşir deyəcəyik. Reflektor bir də nəql edici funksiyanı, həm ötürücü, həm reflektor funksiyanı yerinə yetirir deyəcəyik. Və amma onurğa beyninin reflekslərin, yəni əksəriyyəti baş beynin nəzarəti altında, yəni burada olan reflekslər də yenə baş beynin nəzarəti altında baş verir deyəcəyik. Sonda gələk nəyə? Sonda gələk uşaqlar, baş beynin şöbələrinə baxaq. Onurğa beynini bitirdik. Keçək indi baş beyin. Baş beyin, biz deyirik ki, ön beyin və yaxud buna beyin yarımkürələri deyəcəyik. Biz ön beyinə başqa cür nə deyirik uşaqlar? Beyin yarımkürələrindən, ara beyindən, orta beyindən, beyincikdən, uzunsov beyindən, bir də beyin körpüsündən ibarətdir. Deməli, baş beyin özü hansı hissələrdən ibarətdir uşaqlar? Baş beyin özü ibarətdir beyin yarımkürələrindən, ara beyindən, orta beyindən, beyincikdən, uzunsov beyindən, bir də beyin körpüsündən. Yəni 6 şöbədən ibarətdir. Beyin yarımkürələri, ara beyin, orta 1, 2, 3, 4, 5, 6. Gələk indi nəyə? Bunların hər birinin funksiyası ilə tanış olaq. İlk öncə gələk ara beyin. Ara beyin biz deyirik ki, talamus və hipotalamus şöbələrdən ibarətdir. Ara beyində qoxudan başqa, uşaqlar, biz analizatoru keçəndə bir dənə qoxu analizatoru ara beynindən keçmir. Qoxudan başqa bütün hissi impulslar, bütün analizatorların hissi impulsları buradan keçərək beyin yarımkürələrinə çatdırılır deyirik. Hətta belə bir sual var, deyir, ara beynin zədələnərsə, hansı, belə deyək ki, muvazinət orqanının işi pozulmaz, hansı analizatorun işi pozulmaz? Qoxu analizatoru. Çünki o ara beyindən keçmir. Bundan başqa biz deyirik ki, yerimədir, qaçmadır, maddələr mübadiləsidir, susuzluqdur, bədən temperaturunun tənzimlənməsidir və bir çox emosiyalar, bunlar harda yerləşir? Ara beyində bir çox emosiyaların mərkəzi, ağrı mərkəzi ara beyində yerləşir deyirik. Və bir də xüsusi olaraq, bax, burada da var, qoxudan başqa bütün reseptorlardan, yəni duyğu orqanlarının reseptorlarında əmələ gələn impulslar buradan keçərək beyin yarımkürələri qabığına çatdırılır. Bir də nə çatdırılmır? Qoxu buradan keçmir də, belə deyək ki. Sonra gəldik nəyə? Gəldik indi uzunsov beyin. Uzunsov beyin onurğa beyni ilə baş beyni əlaqələndirir deyəcəyik. Və burada bayaq biz mürəkkəb reflekslər demişdik. Mürəkkəb reflekslərin mərkəzi həmçinin tənəffüsdür, həzmdir, ürək-damar sistemidir,
Udma, çeynəmə, asqırma, öskürmə, qusma bu mürəkkəb müdafiə refleksləri bunların mərkəzi yerləşir harda? Uzunsov beyində. Həmçinin biz deyəcəyik ki, uzunsov beyin bir də əsas funksiyası nə oldu uşaqlar? Onurğa beyinini baş beyinlə əlaqələndirmək. Bir də deyəcəyik ki, uzunsov beyindən dilin, udlağın, qalxana bənzər vəzin, iri qan damarların, daxili orqanların fəaliyyətini tənzim edən sinirlər çıxır. Azan sinirlər, hətta baş beyindən çıxan 12 cüt sinirin bir cüt azan siniri deməli buradan çıxır deyəcəyik. Sonra gəldik, azan sinirdə ən iri parasimpatik sinirdir. Bunu da yadda saxlayırıq. Sonra gəldik nəyə? Uşaqlar, gəldik indi beyincik. Beyincik biz deyirik ki, onurğa beynindən və uzunsov beynindən informasiyaları qəbul edir. Həmçinin iradi hərəkətləri və müvazinəti tənzimləyir. Uşaqlar, mürəkkəb hərəkətlər, yerimə, qaçma, üzmə, bunu harda götürdük? Ara beyində. Amma iradi hərəkətləri götürəcəyik beyincikdə. Və beyinciyi pozulmuş insanın hərəkəti sərxoş insanın hərəkətinə bənzəyir. Yəni, onların dəqiq hərəkət edə bilmirlər. Gəldik indi nəyə? Gəldik indi beyin körpüsü. Beyin körpüsü həm onurğa beyninə, həm uzunsov beyni, həm də beyinciyi beyin yarımkürələri ilə neynir? Əlaqələndirir. Yəni, beyin körpüsündən keçən sinirlər onurğa beynini, uzunsov beyni, beyinciyi baş beyin yarımkürələrinin müxtəlif şöbələri ilə əlaqələndirir. Və burada nə yerləşir beyin körpüsündə? Beyin körpüsündə biz deyəcəyik ki, çeynəmə, mimik əzəllər, bir də göz almasını hərəkət etdirən əzəllərin mərkəzi yerləşir harda? Deməli, beyin körpüsündə. Sonra gəldik nəyə? Uşaqlar, gəldik deməli, böyük beyin yarımkürələri. Böyük beyin yarımkürələri üzəri boz maddə ilə örtülüdür. Boz maddədən əmələ gəlmiş qırışlı qabıqla örtülüdür. Yarımkürələrin özü, altı isə həmin bu qabığın altı ağ maddədən ibarətdir. Yarımkürələrin özü isə uşaqlar orta və ara beynin üzərini örtülür. Deməli, belə deyək də, bu orta beyindir, orta beyin. Orta beyin üzəri örtülüb nə ilə? Beyin yarımkürələri ilə. Beyin yarımkürələrinin də xarici qatı boz maddədən ibarət qırışlarla örtülüdür. Beyin yarımkürələrinin alt qatı isə ağ maddədən ibarətdir deyirik. Onda orta və ara beynin üzəri ağ maddə ilə örtülüdür. Bax, bu cürdə testdə qarşınıza çıxa bilər. Beyin yarımkürələri deyirik, üzəri boz maddədən ibarət qırışlı qabıqla örtülmüşdür və bu qabıqda, beyin yarımkürələri qabığında 12-18 milyard neyron var. Onda PQ hüceyrələri nə qədər götürəcəyik uşaqlar? 120-180 milyard da nə götürəcəyik? PQ hüceyrələri götürəcəyik. Və beyin yarımkürələrinin üzərində müxtəlif mərkəzlər var. Məsələn, gicgah, burada eşitmə yerləşir, alında iradi hərəkətlər, təpədə dəri əzələ, həmçinin emosiyaların idarə olunması alında deyə bilərik. Sonra ənsədə görmə mərkəzi deyəcəyik yerləşir. Ənsə payında isə görmə mərkəzi yerləşir deyəcəyik. Sonra uşaqlar, biz dedik ki, beyin yarımkürələrinin üzəri nə ilə örtülüdür? Qırışlarla örtülüdür, qırışlı qabıqla örtülmüşdür. Bu da həmin bu qırışlı qabıqlar məməlilər sinifində, belə deyək ki, insan, biz bilirik ki, heyvanlar aləmi xordallar tipi məməlilər sinifinə aiddir və biz deyəcəyik ki, beyin yarımkürələri bu qırışlı qabıq insanda digər məməllərə nisbətən nə edib? Daha yaxşı inkişaf edib deyəcəyik. Sonra gəldik nəyə? Gəldik bu paylar, beyin yarımkürələri özü, ümumiyyətcə uşaqlar, bir şey də yadda saxlayın ki, beyin yarımkürələri özü iki paydan ibarətdir, sağ pay və sol pay. Və məsələ həllərində verilir, bax bu sizə, məsələ həlləri işləyəndə görəsiniz. Tutaq ki, sol pay 10 milyard hüceyrədən ibarətdirsə, sağ payda da nə götürəsiniz?
10 milyard hüceyrə götürəsiz. Yəni sağ və ya sol payda olan hüceyrələrin sayı bir-birinə neyinir? Bərabər olur deyirik. Və bu beyin yarımkürələri özü şırımlarla paylara bölünür. Bax onu da deyim ki, beyin yarımkürələri paylara şırımlarla. Ən dərin şırım alın payını təpə payından ayıran mərkəzi şırım deyəcəyik. Və burada paylar məsələn 2 dənə alın payı götürürsünüz, 2 ənsə, 2 gicgah, 2 təpə payı götürürsünüz. Niyə uşaqlar? Axı biz dedik ki, beyin yarımkürələri sağ və ya sol yarımkürə. Hər yarımkürədə də ənsə, alın, təpə, gicgah bunlar neyinir? Yerləşir deyirik. Yan şırımlar nədir uşaqlar? Burada yan şırımlar gicgah payı görürsünüz. Alın və gicgah paylarını bir-birindən ayıran nələrdir? Şırımlardır. İndi gəlin bir də deyək. Ənsə payında nə yerləşdi? Ənsə payında yerləşir deyirik ki, görmə mərkəzi və yaxud yuxu mərkəzi ənsə payında. Gicgah payında yerləşdi nə? Eşitmə. Eşitmə mərkəzi deyirik ki, yerləşir gicgahda. Sonra dəri əzələ bunlar yerləşir təpə payında. Mərkəzi şırımdan arxa götürürük təpə payını. Dad və qoxu. Dad qoxunu götürəcəyik alın və gicgah paylarının daxili tərəfi. Düşüncə, təfəkkür alını götürəcəyik. Sağaxay insanlarda şifahi nitqi sol yarımkürələrin alın payı, amma sağın yox ha. Sağaxay insanlarda şifahi nitq yalnız sol yarımkürələrin alın payı, yazılı nitq isə təpə və gicgah payı. Emosiya götürəcəyik həm alında, əsasən alında, emosiyaların idarə olunması alında, amma arada da var deyirik. Ara və gicgahda da götürürük. Yaddaş. Yaddaş beyin yarımkürələri qabığında, alın gicgahda. Düzdür, yaddaşın xüsusi bir mərkəzi yoxdur. Amma alın gicgah zədələndə yaddaşın neyinir? İtməsi baş verir. Düşüncə, təfəkkür bunu da alında götürəsiz. Aydın oldu uşaqlar. Gəldik indi nəyə? Gəldik indi sinir sistemi xəstəlikləri. Sinir sistemi xəstəlikləri sonradan qazanılmış xəstəliklər və irsi olmaqla 2 qrupa bölürük. Sonradan qazanılan xəstəliklər, məsəl üçün qripdir, polimelitdir, meningitdir. Bunların ağırlaşması səbəbindən ola bilər və yaxud da ki, müxtəlif zəhərli maddələr, alkoqol, nikotin, narkotik və s. bu maddələrin təsirindən. İrsi xəstəliklər isə deyəcəyik ki, bəzi vitaminlərin yaxşı mənimsənilməməsi və yaxud da ki, bəzi fermentlərin sintez olunmaması səbəbindən yarana bilər deyirik. Və biz məsələn deyəcəyik ki, bu sinir sistemi xəstəliklərindən, məsəl üçün qripi deyə bilərik, polimelit, bir də meningit. Uşaqlar, qrip viruslar tərəfindən törədilir və beynin aparıcı yolları zədələnir. Polimelit də yenə viruslar tərəfindən törədilir. Onurğa beyninin hər 2 neyronları zədələnir bu zaman. Meningit, bir şeyi yadınızda saxlayın. Meningiti həm viruslar da törədə bilər, həm bakteriyalar da törədə bilər, həm bir hüceyrəli heyvanlar da törədə bilər. Meningiti nə törədə bilər dedik uşaqlar? Həm viruslar, həm bakteriyalar, həm də bir hüceyrəli heyvanlar tərəfindən, bir hüceyrəlilər tərəfindən törədilə bilər deyirik. Aydın oldu uşaqlar. Burada da qaranlıq qalan nəsə yoxdur ki. Dərsimiz bu qədər. Bir dənə mən ekran kaydını saxlayım, zəhmət olmasa.